xəbərlərdir. Amerika Birləşmiş Ştatlarından İsrailə daha bir jest. Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi Dövlət Departamentinin İsrailə 180 milyon dollar dəyərində Eitan Powerpark mühərriklərinin satışına icazə verdiyini açıqlayıb. Ajmedia xəbər verir ki, Pentagonun bəyanatında deyilir, İsrailin müdafiə qabiliyyətinin inkişafı Amerika Birləşmiş Ştatlarının milli maraqları üçün vacibdir. Bu çərçivədə bəyanatda Xarici İşlər Nazirliyinin Eitan Powerpark mühərrikləri və əlaqədar avadanlıqların İsrailə satışını təsdiqlədiyi və satışın təxminən 180 milyon dollar dəyərində olduğu ifadə edildi. Açıqlamada bildirilib ki, layihənin icrasına Rolls-Royce Solitons şirkəti cavabdeh olacaq. Məlumdur ki, İsrail Qəzzaya hücumlar üçün Amerikanın Oshkosh, İsrail Elbiti və Alman MTU-nun birgə istehsalı olan Eitan zirehli döyüş maşınlarından istifadə edir. Sizinlə mən Şahin Seylov, Azərbaycan Yəhudi Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.